Birazdan baxacağınız film insanın necə yaradıldığından, hansı mərhələlərdən keçdikdən sonra var edildiyindən bəhs edir. Bu film sizdən bəhs edir. İndi kiçik zaman səyahət edək və biraz keçmişə gedək. Möcüzələrlə dolu bu qeyri-adi hekayəni birlikdə təhlil edək və bir vaxtlar insanın hansı halda olduğunu görək. Ana bətindəki bircə hüceyrə, aciz və qorunmağa möhtac varlıq, bir duz dənəciyindən daha kiçik. Siz də bir vaxtlar bu kiçik hüceyrədən ibarət idiniz. Eynilə yer üzündəki digər insanlar kimi. Bu hüceyrə bölündü, 2 hüceyrə oldu. Sonra yenidən bölündü, 4 hüceyrə oldu. Sonra 8, 16 hüceyrə oldu. Hüceyrələr çoxalmaqda davam etdi. Əvvəlcə bir ət parçası meydana gəldi. Sonra bu ət parçası formalaşdı, qolları, ayaqları, gözləri oldu. Başlanğıcdakı hüceyrə 100 milyard dəfə böyüdü, 6 milyard dəfə çəkisi artdı. Əvvəl sadəcə bir su damlası ikən Allah bir sıra ardıcıl möcüzə ilə bu filmə baxan insanı yaratdı. İnsana onu necə yaratdığını da Quranda belə bildirdi. Məgər insan elə güman edir ki, o başlı başına buraxılacaq? Məgər o tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla 2 cift yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi? Gündəlik həyata başları qarışan insanlar gözlərinin önündə baş verən çox mühüm möcüzəyə qarşı laqeyd qalıblar. Bu möcüzə insanın yaradılış möcüzəsidir. Yaradılış möcüzəsinin ilk mərhələsi bir qadının bədənində yumurtalıq adlı orqanda bircə yumurta hüceyrənin yetişməsi ilə başlayır. Yetişən yumurtanın qarşısında uzun yol var. Əvvəlcə uşaqlıq borusu adlandırılan orqanın içinə girəcək, burada uzun məsafə qət edəcək və sonra da ana bətninə çatacaq.
Yetişmiş yumurtanın yumurtalıqdan çölə buraxılmasına az qalmış, uşaqlıq borusu bu yumurtanı tuta bilmək üçün hərəkətə keçir və həssas toxunuşlarla yumurtalığın üzərində yumurta hüceyrəsini tapmağa çalışır. Bu axtarış nəticəsində uşaqlıq borusu yetişmiş yumurta hüceyrəni tapır və içinə çəkir. Artıq yumurta hüceyrənin səyahəti başlamışdır. Yumurta uşaqlıq borusu boyu uzun yol qət etməlidir. Ancaq bu yolu qət etmək üçün hər hansı orqanı, məsələn üzgəcləri və ya ayaqları yoxdur. Buna görə yumurta hüceyrənin səyahəti üçün xüsusi sistem yaradılmışdır. Uşaqlıq borusunun daxili səthində yerləşən milyardlarla hüceyrə yumurtanı ana bətninə çatdırmaqla məşğuldur. Bu hüceyrələr səthlərində yerləşən siriya adlı tükçükləri daima ana bətninə doğru hərəkət etdirirlər. Beləliklə bir növ əldən ələ çox qiymətli yükü daşıyırmış kimi yumurta hüceyrəni lazımi istiqamətə doğru hərəkət etdirirlər. Diqqət edilsə, bu tükçüklər çox ağıllı planla məhz lazımi yerdə, lazımi formada yerləşdirilirlər. Hər biri sanki proqramlanmış robot kimi birlikdə eyni istiqamətə doğru daşıma hərəkət edirlər. Əgər bu hüceyrələrdən bir hissəsi funksiyalarını yerinə yetirməsəydilər və ayrı-ayrı istiqamətlərə doğru daşıma hərəkət etsəydilər, yumurta hüceyrə lazımi yerə gedə bilməz və doğuş baş verməzdi. Ancaq Allahın yaratması qüsursuzdur və hər hüceyrə özünə verilən vəzifəni xətasız yerinə yetirir. Beləliklə yumurta hüceyrə onun üçün xüsusi hazırlanmış yerə, yəni ana bətninə doğru irəliləyir. Lakin bu şəkildə xüsusi daşınan yumurta hüceyrənin sadəcə 24 saatlıq ömrü var. Bu müddət ərzində mayalanmasa öləcək. Mayalanmaq üçün həyati əhəmiyyətli materiala ehtiyacı var, yəni kişi orqanizmindən gələn spermə. Sperm kişiyə aid genetik məlumatı qadın bədənindəki yumurta hüceyrəyə çatdıran hüceyrədir. Yaxından tədqiq etdikdə spermin bu yükü daşımaq üçün xüsusi dizayn edilmiş cihaz olduğu görünür. Spermin qabaq tərəfi zirehlə örtülüdür. Bu zirehin altında ikinci zireh və bu zirehin altında da spermin daşıdığı yük var. Bu yükün içində kişiyə aid 23 xromosom var. Xromosomlarda insan bədəninə aid bütün məlumatlar ən incə təfərrüatına qədər saxlanır. Yeni insanın əmələ gəlməsi üçün spermdəki 23 xromosom ananın yumurta hüceyrəsindəki 23 xromosomla birləşməlidir. Beləliklə 46 xromosomluq insan orqanizminin ilk təməli qoyulur. Spermin baş tərəfindəki zireh sistemi bu dəyərli yükü uzun səyahəti boyu hər cür təhlükədən qoruyur. Spermdəki dizayn bununla məhdudlaşmır. Spermin ortasında yerləşən çox güclü motor var. Bu motorun ucuna isə spermin quyruq hissəsi bağlıdır.
Motorun hasil etdiyi güc quyruğu pər kimi hərəkət etdirir və spermin sürətlə irəliləməsini təmin edir. Motor olduğuna görə onu işlədən yanacağa da ehtiyac var. Bu ehtiyac da nəzərə alınmış və motor üçün ən faydalı yanacaq, yəni fruktoza şəkəri spermin ətrafındakı mayeyə yerləşdirilmişdir. Beləliklə, motor qət edəcəyi uzun məsafə boyu yanacaqla tam təmin edilmişdir. Spermlər bu mükəmməl dizayn sayəsində yumurta hüceyrəyə doğru sürətlə hərəkət edirlər. Spermin ölçüsünü və qət etdiyi məsafəni düşünsək, spermin motorlu qayıq kimi sürətli olduğunu görərik. Bu möcüzəvi cihazlar çox ustalıqla hazırlanır. Spermlərin hasilat mərkəzi olan xayaların hər birinin içində cəmi uzunluğu 500 metrə çatan mikroskopik kanallar var. Bu kanallarda eyni ilə müasir fabriklərdəki resli montaj sistemi ilə hasilat həyata keçirilir. Spermin zireh, motor və quyruq hissələri sırayla bir-birinə birləşdirilir. Nəticədə ortaya mükəmməl mühəndislik əsəri çıxır. Bu həqiqət qarşısında biraz düşünməliyik. Bu şuursuz hüceyrələr ana bətnini heç tanımasalar da spermləri oraya uyğun şəkildə hazırlamağı haradan bilirlər? Spermə ana bətni üçün lazım olacaq zireh, motor və quyruq düzəltməyi hardan öyrəniblər? Hansı ağılla bu hissələri düzgün ardıcıllıqla bir-birinə birləşdirirlər? Spermin fruktoza şəkərinə ehtiyacı olduğunu hardan bilirlər? Fruktoza ilə işləyən motor düzəltməyi hardan öyrəniblər? Bütün bu sualların bircə cavabı var. Spermlər və yerləşdirildikləri nütfə mayesi insan nəslinin davam etməsi üçün Allah tərəfindən xüsusi yaradılmışdır. İstanbul Universiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri şöbəsinin keçmiş rəhbəri Professor Cevat Babuna spermdəki bu xüsusi dizaynı belə izah edir. Sperma hücreleri baba organizmasında yapılmaktadır. Görevleri ise anne organizmasında husule gelmektedir. Ve dünya kurulalı beri, yani insanlık aleminin tarihinde hiçbir sperma yaptığı görevden sonra, anne organizmasındaki görevinden sonra baba organizmasına tekrar dönüp kendisini yapan hücrelere neler yaptığını, hangi güçlüklerle karşılaştığını, görevinin ne olduğunu söylemek imkanına sahip değildir. O halde nasıl oluyor da sperma hücresi organizmada mevcut binlerce çeşit hücreden çok çok ayrı bir yapıya sahiptir? Sperma hücresi nereden babadan aldığı genetik yükü ileride hayat vereceği bir organizmaya götüreceğini biliyor ki başında, önünde bir zırh taşımaktadır. Sperma hücresi ileride bir hücrenin zarını delmek gerekeceğini nereden biliyor ki zırhın arkasına yerleştirilmiş bir takım kimyasal silahları birlikte götürüyor? İşte görüyorsunuz sperma hücresinin bütün bu yapısını, yaptığı görevleri, üstlendiği olayları tesadüfen olması, tesadüfen yapması, hatta bilerek tekrar ede yapması mümkün değildir. Burada Allah'ın, yaratıcının kendisini nasıl görevlendirdiğini
ve bu görevi nasıl mükemmel şekilde ifa ettiğinin en açık belirtisidir. Spermdəki bu möcüzəvi dizayn öz-özlüyündə bir yaradılış möcüzəsidir. Belə ki, Allah Qurani Kərimdə spermlərin yerləşdiyi nütfənin yaradılışına xüsusi diqqət çəkir. Sizi biz yaratdıq. Məgər təsdiq etmirsiniz? Bətnlərə axıtdığımız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa biz? Ana bətninə bir dəfəyə təxminən 250 milyon sperm göndərilir. Bu sayın çox olması xüsusi məqsəd daşıyır. Çünki spermlər ananın orqanizminə daxil olduqda ölümcül təhlükələrlə qarşılaşırlar. Ananın cinsiyyət orqanlarında bakteriyaların qarşısını alan sıx turşu tərkibi var. Bu turşu tərkibi spermlər üçün də öldürücüdür. Bir neçə dəqiqə ərzində bətnin divarları milyonlarla ölü spermlə örtülür. Bir neçə saat sonra 250 milyon spermin böyük hissəsi ölür. Ananın sağlamlığı üçün çox vacib olan bu turşu tərkib o qədər qüvvətlidir ki, bətnə girən bütün spermləri asanlıqla məhv edir. Bu təqdirdə mayalanma baş verməyəcək və insan nəsli məhv olacaqdır. Ancaq lazımi tədbir yenə görülmüşdür. Kişi orqanizmində sperm hazırlanarkən tərkibində sperm olan mayeyə bir tərkib əlavə edilir. Bu tərkib ana bətnindəki turşunun təsirini qismən zəiflədir. Bunun sayəsində bir neçə min sperm ana bətnindən keçərək uşaqlıq borusuna çatmağı bacarır. Spermlər hamısı birlikdə eyni istiqamətə doğru gedirlər. Bəs bu doğru istiqaməti necə tapırlar? Toz dənəciyi boyda yumurtanın yerini hardan bilirlər? Spermlər yumurtaya gedən yolu tapırlar. Çünki qüsursuz yaradılmış başqa sistem işə düşür. Yumurta özündən təxminən 15 sm uzaqlıqdakı spermləri özünə çəkən kimyəvi siqnal göndərir. Spermlər bu siqnalla yumurta hücrəyə doğru yönəlirlər. Qısaca desək, yumurta hüceyrə haqqında heç nə bilmədiyi, daha əvvəl heç qarşılaşmadığı spermləri özünə çağırır. Bir-birinə tamamilə yad iki hüceyrə xəbərləşir. Bu həqiqət yumurta ilə spermin bir-birlərinə ən uyğun şəkildə yaradıldığının başqa bir dəlilidir. Nəticədə ancaq bir neçə yüz sperm yumurta hüceyrəyə çatmağı bacarır. Ancaq yarış hələ bitmir. Çünki yumurtanın içinə ancaq bircə sperm qəbul ediləcək. Buna görə yeni yarış başlayır. Spermlərin qarşısında iki mühüm maneə var. Yumurtanı əhatə edən və ona yaxınlaşan hər cür mikroorqanizmi məhv edən qoruyucu təbəqə və çətin deşilən möhkəm yumurta qabığı.
Bu iki maniyəni aşmaq üçün spermdə xüsusi sistemlər yaradılmışdır. Spermin möhkəm zirehli başlığının altında bu vaxta qədər saxladığı gizli silahları var. Bunlar əridici ferment kisəcikləridir. Bu kisəciklər yumurtanın ətrafındakı iki maniyəni, yəni qoruyucu təbəqəni əridərək deşir və sperm bu təbəqənin içinə girir. Sperm qoruyucu təbəqənin içində irəliləyərkən başındakı zireh getdikcə aşınır və parçalanıb dağılır. Zirehin bu parçalanması da qüsursuz planın bir hissəsidir. Çünki bu parçalanma ilə spermin içindəki ikinci ferment kisəcikləri ortaya çıxır. Bunlar da spermin qarşısında duran son maniyənin keçilməsini, yəni yumurta qabığının deşilməsini təmin edir. Hal-hazırda bu proseslərin elektron mikroskopu ilə çəkilmiş foto şəklini görürsünüz. Spermin qırmızı rəngli zirehi var. Bu zireh getdikcə əriyir və sperm yumurta hüceyrənin qabığından içəri girir. Spermlə yumurtanın birləşməsindəki qüsursuz plan bunlarla bitmir. Sperm yumurta qabığına çatdıqda başqa bir möcüzə baş verir. Onu bura qədər gətirib çatdırmış, quyruğunu buraxır ki, bu çox vacibdir. Əgər sperm bunu etməsə, dayanmadan hərəkət edən quyruq yumurta hüceyrəsinin içinə girəcək və onu təhrif edəcək. Spermin quyruğunu atması kosmosa göndərilən raket və kosmik gəmilərin atmosferdən ayrılarkən artıq ehtiyacları olmayan yanacaq şənlərini və motorlarını boşluğa buraxmasına bənzəyir. Bəs bu dəqiq hesablamanı kiçik sperm necə aparır? Sperm bu hesablamanı aparmaq üçün səfərin sona çatdığını və artıq quyruğa ehtiyacı olmadığını bilməlidir. Ancaq sperm ağlı olmayan, ətrafını dərk etməyən şuursuz bioloji cihazdır. Spermi yaradan Allah ən doğru zamanda bu quyruğun qopmasını təmin edən sistemi də yaratmışdır. Quyruğunu buraxan sperm yumurtanı deşir və yükünü, yəni xromosomları açılan dəlikdən içəriyə buraxır. Beləliklə, genetik məlumatın daşınma prosesi sona çatır. Bir-birindən asılı olmayan yüzlərlə fərqli sistemin uyğunluq içində işləməsi nəticəsində kişi orqanizminə aid genetik məlumat yumurta hüceyrəyə çatdırılmışdır. Göründüyü kimi, sadəcə spermin yumurta ilə birləşməsi belə heç bir təsadüfə yer verməyən qüsursuz plan və dizaynla mümkündür. İnsanın fərqinə belə varmadığı bu proseslər və bu proseslərin hər mərhələsində müşahidə olunan ağıl və planlaşdırma insanın Allah tərəfindən yaradıldığının açıq-aşkar dəlilidir. Ekranda spermlə yenicə birləşmiş yumurta hüceyrəni görürsünüz. Spermin və yumurtanın genetik məlumatları yan-yana dayanmışdır. Məhz bu anda yer üzünün ən böyük möcüzələrindən biri baş verir. İki genetik məlumat yeni bir insanı əmələ gətirmək üçün bir-birinə qarışdırılacaq və birləşmə baş verəcək.
Bəlkə də inanmaq çətindir. Amma bu hüceyrənin içində doğulmamış insana aid bütün məlumatlar var. Doğulacaq körpənin göz, dəri, saç rəngi, üz forması və bütün digər fiziki xüsusiyyətləri burada şifrələnmişdir. Təkcə xarici görünüşü deyil, skeleti, daxili orqanları, dərisi, damarları və hətta damarlarının içində hərəkət edən qan hüceyrələrinin forması və sayına qədər orqanizminə aid bütün təfərrüatlar müəyyən edilmişdir. İnsanın kiçik yaşdakı xüsusiyyətlərindən ömrünün sonuna qədər hər şey müəyyən edilmiş və bu hüceyrənin içində yazılmışdır. Mayalanmadan qısa müddət sonra hüceyrə çox təəccüblü hərəkət edir. Bölünür və 2 yeni hüceyrə əmələ gəlir. Sonra bu hüceyrələr də bölünür və 4 hüceyrə əmələ gəlir. Artıq yeni insanın inşasına başlanmışdır. Bəs hüceyrə nə üçün bölünmək qərarı verir? Nə üçün insan inşa etmək kimi vəzifəni boynuna götürür? İnsanı inşa etmək məlumatını hüceyrəyə kim verib? Bu suallar bizi hüceyrənin yerləşdiyi insanı, insanın yaşadığı dünyanı və bütün kainatı yoxdan var edən sonsuz ağıl və qüdrət sahibi Allahın varlığına aparır. Hal-hazırda dayanmadan bölünən və çoxalan hüceyrə toplusunun uşaqlıq borusunun içindəki səyahətini görürsünüz. Bu hüceyrə topası artıq zigot adlanır. Zigotun içindəki hüceyrələr bölünüb çoxalarkən çox təəccüblü hadisə də baş verir. Hüceyrələrdən bəziləri digərlərindən fərqlənməyə başlayır. Köhnə hüceyrələr mərkəzə toplaşır, fərqlənən hüceyrələr də bu hüceyrələrin ətrafını əhatə edir. Qısa müddət sonra mərkəzdəki hüceyrə qrupu rüşeymi, yəni doğulacaq körpənin ilk halını, ətrafındakı hüceyrə qrupu isə rüşeymi bəsləyən plasentanı əmələ gətirəcəkdir. Hüceyrələrin birdən-birə fərqlənməsi, rüşeym və ya plasentanı əmələ gətirməyə qərar verməsi elm dünyası tərəfindən böyük möcüzə kimi qəbul edilir. Bunu hüceyrələrə etdirən gizli əmr var. Zigot mayalandıqdan təqribən 4 gün sonra onun üçün hazırlanmış xüsusi məkana, yəni ana bətninə çatır. Orqanizmdən xaric edilməməsi üçün ana bətninə yapışmalıdır. Ancaq zigot bir-birinə bənzər hüceyrələrdən ibarət yuvarlaq yığındır. Onu bir yerə yapışdıracaq xüsusi qarmağı və ya çıxıntısı yoxdur. Elə isə ana bətninin divarına necə yapışacaq? Bu da hesablanmışdır. Zigot ana bətninin divarına çatdıqda xüsusi sistem işə düşür. Elektron mikroskopunda çəkilən bu görüntü ana bətninə hələ yeni çatmış zigotu göstərir. Zigotun ən xarici səthindəki hüceyrələr bətnin divarına əridən xüsusi ferment ifraz edir. Beləliklə, zigot bətnə möhkəm yapışır və orqanizmdən xaric edilməkdən xilas olur. Zigotun səthində lazımi yerdə lazımi fermentin ifraz edilməsi yaradılışın qüsursuzluğunu bir daha göstərir. Bu qüsursuz yaradılış sayəsində zigot ana bətninin divarına yapışır.
Müasir biologiyanın aşkar etdiyi bu həqiqət Qur'anın mühüm bir möcüzəsini üzə çıxarmışdır. Allah Qur'anda körpənin ana bətnindəki ilk mərhələsindən bəhs edərkən ələq sözündən istifadə edir. Yaradan Rəbbinin adı ilə oxu. O insanı qan laxtasından, ələqdən yaratdı. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir.